Hər birinizə salamlar. Söz verdiyim kimi bugün yox demə sənəti və artıq istədiyimiz həyat ssenarini yazmaq üçün günahkarlıq hissindən qurtulmaq haqqında danışırıq. Mən sizdən soruşmaq istəyirəm. Səs və görüntü yaxşıdırsa mən başlayım. Chatda mənə xəbər eləyin lütfən. Səs və görüntü yaxşıdırmı? Biz başlaya bilərik o zaman. Əla, mən rəyləri bağladım ki, heç nə bizə maneə olmasın. Əgər səs də yaxşıdırsa, biz başlaya bilərik deməkdir bu. Bugün daha çox qızlarla mən danışacağım, amma bəylər də buradadırsa sizə də çox faydalı olacaqdır. Çünki bəylər də çox zaman yox deyə bilmirlər. Məsələn, onları incidən, onlara xoş gəlməyən rəftara bizim ümumiyyətlə cəmiyyətdə və mentalitetdə belə bir şey var ki, bəylər də yox deməməlidir. Çünki bu pis qarşılanır və s. və s. Hər hansı bir xanıma qarşı bu hörmətsizlikdir və s. Amma daha çox biz qızlarla danışırıq bugün. Yox demə sənəti haqqında və necə eləyək ki, başqalarının fikirləri bizim vecimizə olmasın. Yoldaşlar, biz başlamazdan öncə, hər kəs bura gəlməzdən öncə mən sizə bildirmək istəyirəm ki, bizim 19-20 aprel tarixlərində ödənişsiz lady retreatimiz var qızlar üçün. Qızlar qaçırmayın. Bu çox önəmlidir. Burada həm hədiyyələr olacaq bolca, təkcə Cartier yox, digər hədiyyələrimiz də olacaq sizlər üçün və digər tərəfdən burada canlı biz dərin özünü proqramlama praktikaları eləyəcəyik və digər tərəfdən isə sizlər Lady proqramına bonuslar, hədiyyələr və indirimlər əldə edə biləcəksiniz və Lady proqramı bilirsiniz 15 may tarixində başlayır qızlarla, harda ki biz dərindən 6 modul üzərindən biz dərindən özlərimizdə işləyəcəyik 2 ay müddətinə və bu 2 ay müddətindən qızlar nə dəyişikliklər əldə etməyib ki, İnanılmazdır. Sadəcə olaraq kimisi öz işini qurub, kimisi öz partnyorunu tapıb, kimisi sevgi həyatında istədiklərini əldə edib, kimisi artıq hədiyyələr əldə eləməyə başlayıb, kimisi sadəcə bədənini dəyişdirib, daha da gözəlləşib, daha da rahatlaşıb bədəni, kimisi ən çox bizdə qızların çənəsində olan sıxılmalar gedir, cinsel həyatları yaxşılaşır, yenə də deyirəm, maddi durumları yaxşılaşır, keçmişin ağrılarını buraxırlar bu Lady təlimində və əsas məsələ isə artıq həyatını əziyyət, problem, xoşbəxt olmayan ssenarilərdə yaşamağı dayandırırlar. Çünki bu proqramda dərin texnikalar, dərin webinarlar, xüsusi coaching çalışma kitabçamız var və xüsusi bədən terapiyalarımız, rəqs terapiyalarımız və xüsusi çalışmalarımız və dərin 8D texnikalarımız var webinarlarımızdan və video dərslərdən əlavə. Çox intensiv, geniş proqramdır. Bizim Lady Retreatdə bu təlimi keçmiş iştirakçılar da danışacaqlar. Siz görəcəksiniz necə bir proqramdır, ümumiyyətlə bu nə nəticələr gözləyə bilərsiniz bu proqramla. Gəlin biz başlayaq. Qızlar, mən sizə yönələcəyəm, yenə də deyirəm. Bəylər də istəyirsə dinləyə bilərlər. Baxın, yox demək və hə demək bir sənətdir. Uşaq vaxtından nəyəsə hə demək bizə okey bir şey kimi öyrədilir. Amma nəyəsə yox dediyimiz zaman ya da şuluq elədiyimiz zaman ağlasığmaz bəzən nəticələrlə qarşılaşmışıq. Məsələn, uşaq vaxtından siz 3 yaşınız var deyək ki, yemək vaxtıdır. Mamanız gətirir masaya, yemək qoyur. Sizin yemək xoşunuza gəlmir, yemək istəmirsiniz, amma evdə ananız, nənəniz sizə zorla yetişdirir. Yox deyirsiniz, amma heç kəs eşitmir. Bir. İkincisi, sizi ola bilər ki, uşaq vaxtı vurublar. Siz yox demişsiniz, sizi eşitməyiblər. Üçüncüsü, ola bilər ki, sizi hər hansı bir ortamda soyundurublar. Harada ki, siz istəməmişsiniz soyunmaq, yox demişsiniz, amma sizi eşitməyiblər.
Daha sonra uşaq vaxtı 5, 6, 7 yaşlarınızda müəllimə sizi lövhəyə qaldırıb, amma siz demişsiniz, yox, istəmirəm, bugün utanıram, amma yenə də zorla qaldırıblar. Daha sonra neçə dəfə siz, məsələn, mən çəhrayı rəng geyinmək istəmirəm, ya da mən göy rəng geyinməyəcəm bugün demişsiniz, ya da mən bu corabı geyinməyəcəm, bu kalqotkanı geyinmək istəmirəm, qaşındırır məni demişsiniz. Amma yox cavabınız eşidilməyib sanki. Və bu çox normaldır əslində. Bunlara görə biz valideynlərimizi günahlandıra bilmərik. Çünki biz bu təcrübəni də keçməliyik. Çox zaman bizə başa salmaq əvəzinə ki, niyə bugün hava soyuqdur və kalqotka geyinməlisən, bizə sadəcə yox cavabımıza qarşı böyük bir aqressiya və yaxud da nəsə anlaşılmaz bir, gözlənilməz bir münasibət görmüşük. Əslində, burada valideynlərimizin, nənə-babamızın heç bir günahı yoxdur. Bu çox normal bir şeydir. Evdə uşaq sayı çox uydusa, valideynlərin emosional yükü çox uydusa, çox normaldır. Hər birimiz insanıq, valideynlərimiz də insandır. Və hər birimizin, belə deyərlər, əsəbi vaxtları olub. Ola bilər ki, valideyniniz ümumiyyətlə 10 il depressiyada olub, amma heç kəs bilməyib. Ola bilər ata-ananızın arası yaxşı olmayıb, ya mamanız, ya atanız sizi tək böyütməli olub və yaxud da onlar özləri uşaq vaxtı nümunə görməyiblər. Axı, o vaxtlar belə təlimlər yox idi. O vaxtlar kimsə YouTube-a girib nəsə öyrənə bilmirdi. O vaxtlar kitab oxumağa belə vaxt yox idi. Çünki paltar yuyan maşın yox idi, qab yuyan maşın yox idi, təmizlikçi yox idi, hər kəsin maşını yox idi, taksi yox idi. Çətinlik idi. Və çox normaldır ki, o vaxtlar, xüsusən də bizim yaşıdlarımızda uşaqlar, o vaxtlar ki, valideynlərlə xüsusilə də bu mövzuda çətinliklər yaşayıblar. Hər hansı ağla gəlməz, gözlənilməz, aqressiv və yaxud da mənfi reaksiyalarla qarşılaşıblar. Və buna uşaq vaxtı xüsusilə də 3-6 yaş arası bizə göstərilən reaksiyalar bizə fiksasiya olunur. Fiksasiya bilirsiniz nədir? Bərkidilir sanki, bax belə, bərkidilir bizə. Və biz artıq beynimizdə bir zəncir qururuq sanki. Bu fiksasiya oldu bizə, bərkidildi. Və biz beynimizdə bir zəncir qurduq ki, okey, mən böyüyəndən sonra da yox desəm, nə olacaq? İgnorla qarşılaşacağım, rədd ediləcəm, mənə hirslənəcəklər və s. Tərk eləyəcəklər məni. Və mən başlayıram yox deyə bilməməyə. Mən yox demə sənəti ilə tanış ola bilmirəm. Hansı sənət ki, zənginliyin, gözəlliyin, sevginin, uğurun bir parçasıdır. Bu sənəti öyrənmiş, bilən insanlar, yox demə sənəti bilən insanlar həyatda çox uğurlu olurlar. Okay? Və digər tərəfdən bütün bu reaksiyalar evdən, uşaq vaxtından bizə gələn fiksasiyalar, zəncirvari bizə gələn fiksasiyalar ona gətirib çıxarıb ki, biz artıq bizə nə duyğusu yüklənib? Günahkarlıq duyğusu yüklənib bizə. Okay? Və bu günahkarlıq duyğusu əslində normada olsa, məsələn 5% hər birimizdə olmalıdır ki, müəyyən, uyğunsuz, digərlərinə zərər verə biləcək hərəkətləri eləməyək. Amma təəssüflər olsun ki, faiz dərəcəsi bizdə çox olduğu üçün bu günahkarlıq duyğusu özümüzə zərər verir böyüdükdən sonra. Və biz davamlı başqaları nə deyər deyə maraqlanırıq. Başqaları nə reaksiya verər deyə maraqlanırıq. Öz həyatımızı yaşaya bilmirik. Yox deyə bilmirik. Məsələn, başqası deyir ki, ona baxayım. Ona baxayım, sevgilisinin hesabına yaşayır. Siz baxırsınız, qorxursunuz, anlamırsınız nə baş verir. Всё, biabır oldum. Hamı məni gördü ki, sevgilim mənə maşın aldı. Gizləndiniz, qorxdunuz, travma yaşadınız, sevgilinizdən ayrıldınız. Və yaxud da belə bir nəticə baş verəcək deyə, xüsusilə də bizim cəmiyyətdə bir çox qızlar nişanlısından, sevgilisindən, onu sevən bir bəydən hədiyyə götürə bilmir.
Halbuki bizim leydi təlimində nə qədər belə nəticələr olub ki, nişanlısı, sevgilisi, artıq belə deyərlər, ailələr tanış olub, ona maşın alıb, ev hədiyyə eləyib, hətta torpaq hədiyyə eləyib. Bunlar çox normal bir şeydir. İnsanlar ümumiyyətlə bir-birini sevirlərsə, bir-birləri üçün nəsə etmək çox normal bir şeydir. Amma kimsə nəsə deyəcək deyə, kimsə nəsə düşünəcək deyə biz beynimizdə bloklayırıq. Olmaz deyəcəklər. Daha sonra iş qurmaq, məsələn, səhifə açmaq, qızlarım, çoxsu istəyir. Mənə baxır, çox insan istəyir ki, necə oldu ki, sən səhifəni qurdun, bütün dəyişimini göstərirsən, dəyişirsən, öz ayaqlarının üstündə durursan, həm incəsən, həm zərifsən, həm də öz həyatını xoşbəxt, azad yaşayırsan. Amma mən eləyə bilmirəm. Çünki qonşu baxar, nə deyər? Qonşu baxıb deyəcək ki, bu qudurub. Və yaxud da qohumlar baxıb deyəcək ki, bu özünü buraxıb. Və bu nəticələrdən qorxuruq deyə, özünü qoruma mexanizmləri yoxdur deyə, bu barədə yox deyə bilmirik deyə, öz pozisiyamızı müdafiə edə bilmirik deyə ki, burada da bir çox səbəblər ola bilər. Ola bilər uşaq vaxtı sizi qorumayıblar və daxilinizdə özünü qoruma fiquru formalaşmayıb. Biz ola biləcək nəticələr bura gətirə bilər deyə biz heç nə eləməməyi seçirik, irəliləməməyi seçirik. Okay? Digər tərəfdən bir çox qızlarım uğursuz münasibətlərdən çıxmaq istəyir məsələn. Və qorxurlar. Kim nə deyər deyə. Deyəcəklər ki, bu qudurdu. Buna bax, neçə adamla birlikdə olur. Ayıbdır. İnsan bir nəfərlə bərabər olar ömür boyu. Eləyəcəklər deyə biz qorxuruq özümüzə uyğun olmayan münasibətləri buraxmaqdan. Və bütün bu assortiment gətirib ona çıxarır ki, biz ilişirik bir nöqtədə. Sanki tələyə düşmüş bir siçovul kimi. Sanki quyruğumuz ilişib, çabalayırıq, çıxa bilmirik. Və bu tərəfə baxmaqdansa biz başqa yerə baxırıq. Neyinirik? Gəlin baxaq. Bizə ki, yüklənib bu duyğular. Biz çöl dünya ilə başlayırıq özləşdirməyə, öz həyat senarimizi qura bilməməyə. Məsələn, nə deyirik? Okay. Qonşu Gülməmmədə görə mən işimi qura bilmirəm. Və yaxud mənim 3 uşağım var, onlara görə mən işə çıxa bilmirəm. Və yaxud da anama görə mən abuser yoldaşımdan ayrıla bilmirəm. Və yaxud da atama görə mən nişanlım məni döyür, amma onu buraxa bilmirəm. Və yaxud da anam mənə pula gir deyəcək deyə mən varlı kişi ilə, sevdiyim kişi ilə yox, onun seçdiyi ilə evlənirəm. Və yaxud da izləyicilərə görə, məsələn, qeybət eləyən insanlara görə mən səhifə aça bilmirəm. Deməli, həyatımızda yeni bir fiqur formalaşır. O tələyə düşdüyümüz yerdə biraz əylənmək və özümüzü yaxşı hiss eləmək üçün bu fiqurun da adını yazaq bir kağıza. Bu fiqurun adını mən qoymuşam görə. Görə bacı. Görə bacı. Okay? Görə. Buna görə. Ona görə. O birisinə görə. Yazın kağıza. Kontaktınıza da əlavə eləyin hətta. Kimlərdir onlar? Adlarını dəyişin. Görə bacı 1. Görə qardaş 2. Nə bilim, görə xala. Hamısının adı görə. Niyə? Niyə görə? Çünki sənə görə eləmirəm. Ona görə eləmirəm. Buna görə eləmirəm. Başa düşdünüz? Görə xala, görə bacı, görə qardaş, görə dayı, görə əmi, görə nənə, görə uşaq hətta. Və bu görələr formalaşdırırıq. Görə xalalar, görə bacılar ki, biz o tələyə düşdüyümüz yerdə ilişmiş yaxın. Biraz partiya eləyək, orada əylənək biraz. Ki bizə biraz rahat hiss elətdirək özümüzü.
Oradan çıxmamaq üçün. Sadə bir şey eləməmək üçün ki. Qaldıraq, o tələnin quyruğumuzu çıxardaq, qaçaq oradan. Hərəkətə keçək. Amma biz orada əylənmək üçün personajlar yaradırıq və əylənirik ki, günahkarlıq duyğusunu da dəvət eləyirik rəqsə və başlayırıq olduğumuz, ilişdiyimiz yerdə əylənməyə. Niyə? Çünki oradan çıxsaq, bu görə xalalar, görə bacılar və s. bizim üstümüzə gələcək. Onlar nəsə deyəcəklər, günahlandıracaqlar və biz qorxuruq, ilişmək daha rahatdır, çünki ilişəndə pis nəticələr olmur. Okay. Mən istəyirəm bu yerdə kommentariyaları açım, görək nə hiss eləyirik, keçək növbəti hissəyə, çünki növbəti hissə daha əyləncəlidir bizdə. Rəyləri açdım, mən gəlin baxaq. Mən çox sevinirəm. Siz dostlarınıza göndərirsiniz bu canlı yayımı və onlar məni izləməyə alırlar. Xoş gördük sizləri. Hello. Burada çox inkişafa yönəlik bir ortamdır. Necə hiss eləyirsiniz özünüzü? Necə hiss eləyirsiniz özünüzü? Görə bacılar çoxdur. Yaxşı, nə hiss eləyir? Nə yadınıza düşür ümumiyyətlə? Ağlamaq istəyirsiniz, ağlayın. Lady təliminə qoşulmuşsunuz, super. Okay. Ağlamaq istəyirsiniz, ağlayın. Buraxın emosiyaları. Biz burada emosiyaları buraxırıq. Düşünürəm necə çıxım. Mən indi sizlərə get kontakta görə bacı bir. Yaxşı ki yatmadım. Okay. Bizə haçansa olar deyilibmi? Aha, bu da yaxşı sualdır. Mən bura dönəcəyəm. Mən özümə... Bu yaxşı nöqtədir. Mən indi sizə deyəcəm, inkişaf hansı nöqtədə başlayır, necə olur ümumiyyətlə. Görələri adını dəyişmək əvəzinə blok edəcəm. Başını buraxmışam. Alam. Amma mən sizə indi göstərəcəm. Kim deyirsə ki, məndə görə bacı, görə xala umurumda deyil. Mən hamısının başını buraxmışam. Biz sizinlə bir praktika eləyəcəyik indi. Başla bilmirəm. Qızıma nə qədər yoxdur deyim. Həyatımız puç olsa elə bilirəm, dinləməsəm. Anam, atam. Sevmədiyim işimi buraxdım, əlam. Mən sizin hisslərinizi gördüm və biz davam eləyirik praktikamızla. Birinci həmişə sizə əsəbləşirəm, sizi dinləyəndə, sonra özümə. Yoldaşlar, gəlin buradan başlayaq, bu yaxşı bir rəy idi. Bu hissədən başlayaq elə. İstənilən özünün inkişaf yolunda burada diqqətli olun. Bir yerə yazın, ömürlük qulağınızda sırğayın bunu, çünki mənə çox kömək olur bu şey, özünün inkişafda davamlı olmaq üçün. Bilirsiniz, mən 4 ildir intensiv terapiyalardayım. Ondan əvvəlki 6 il isə qeyri-intensiv, sadəcə xaotik şəkildə özünün inkişaf prosesində olmuşam, koçlarla, mentorlarla və s. Amma son 4 il sırf intensiv gedir və sizin gözlərinizin qarşısında baş verir ki, bu 4 ildə mən işimi qurmuşam, şirkətlərimi qurmuşam, və. Mənim görüntüm dəyişib, daha da incələşmişəm, zərifləşmişəm, həm də rahatlaşmışam, daha azad hiss edirəm özümü, daha xoşbəxtəm, daha çox həyatımda insanlar mənə qarşı verici davranırlar da, belə deyərlər, problemli, əziyyətli bir həyat yaşamıram və belə bir şey deyəcəyim sizlərə. Baxın, ümumiyyətlə özünün inkişaf prosesində kimsə sizə kömək eləyirsə, məsələn, əgər mən sizə kömək eləyirəmsə bu prosesdə, həmin insana qarşı içinizdə hər zaman birinci etap agresiya olacaq. Əgər bu nöqtədə pes edib getsəniz, özünün inkişaf olmayacaq bu. Yəni, həmişə fərq yoxdur, psixoloqunuz, koçunuz, mentorunuz, özünün inkişafda bələdçiniz, təlimçiniz və s. Sırf bu daxili aləminizə sizi aparan insanlara qarşı ən birinci agresiya hiss eləyəcəksiniz. Nəyə görə? Çünki mən, məsələn, adicə neçə dəqiqə sizinlə danışıram. 20 dəqiqə ərzində sizə dediyim sözlərdə əlbəttə ki, özünüzü görürsünüz. Mən də öz keçmişimi görürəm öz dediyim sözlərdə.
siz də özünüzü görürsünüz. Və əlbəttə, sizə güzgü tutan bir insan sizi əsəbləşdirməyi, qıcıqlandırmağı çox normaldır. Çox normaldır. Əgər orada qaçıb getsəniz, inkişaf eləyə bilməyəcəksiniz. Amma biraz daha dursanız və fərqinə varsanız ki, okey, əsəbləşirəm. Okey, amma dinləyəcəm. Sonra başlayır ikinci etap nə olur bilirsiniz? İkinci etap o agresiya özünüzə yönətməyə başlayırsınız. Artıq baxırsınız ki, okey, mən neynəmişəm? Aha, bu momentdə artıq inkişaf başlayır. Çünki mən özümə hirslənirəmsə, başa düşürəmsə ki, nəsə düz getmir. Buradan inkişaf başlaya bilər, amma bir çoxlarınıza başlamır. Niyə? Çünki çoxlarınız bu momentdə pes edir, davam eləmir. Burada nə yaranır? Bədəninizi sıxmağa başlayırsınız, çənənizi sıxırsınız, bruksizm yaranır, gecə-gecə dişlərinizi sıxırsınız, ayaqlarınızı sıxırsınız, bədəninizi sıxırsınız, qollarınızı sıxırsınız, əllərinizi oynadırsınız, əsəbləşirsiniz, təşvişə düşürsünüz, saçlarınızı oynadırsınız və s. və s. Dodağınızı dişləyirsiniz davamlı, belə gəzirsiniz davamlı, gözlərinizi ovuşdurursunuz. Sizdə autoagresiya yaranır. Əgər burada dayansaz, çünki özünüzlə bağlı çox şey bilirsiniz, özünüzə əsəbləşirsiniz, amma üzərində işləmirsiniz bunun. Ona görə ikinci etapda da dayanmaq olmaz. Üçüncü etap davam elədiyiniz zaman artıq siz emosiyalarınızı buraxmağı və hərəkət trayektoriyanızı dəyişdirməyi bacarırsınız. Bu necə baş verir? Adicə, məsələn, Leydi təlimi 2-ci modulda bizdə kortizol praktikası var. Autoagresiyanı, bədənimizə, özümüzə və insanlara yönəlmiş pasiv agresiyanı, aktiv də yox, pasiv, sönmüş, dibdə bastırılmış agresiyanı buraxıb, rahatlayıb, gözəlləşmək üçün. Kortizol praktikasını keçən qızların bilir ki, bu gözəlləşdirən bədən terapiyasıdır. Niyə? Qızların üzü incəlir, burnu balacalaşır, gözlər açılır, artıq botoksa, baxın, botoksa belə ehtiyac olmadan qaşlar yuxarılaşır. Məni görmürsünüz, qaşlarım necə yuxarıya gedir, get-gedə. Yaşım artdıqca hətta, əvvəl belə idim mən. Əvvəl beləydim. İndi qaşlarım açılır, okey, qaşlar gedir, burun balacalaşır, çənə balacalaşır, ağız rahatlaşır, üzdə lifting effekti yaranır, çiyinlər aşağı düşür, rahatlaşır, çanaq rahatlaşır, bədən rahatlaşır, qarındakı şişlik aradan qalxır. Niyə? Autoagresiyadır hamısı. Bunları buraxdığımız zaman kortizol praktikasında bədən sanki təslim olur. Və rahatlaşır. O şişkinlik, narahatlıq, sıxılmalar, bruksizm və s. buraxır sizi. Digər tərəfdə, məsələn, Leydi modul 1-də biz emosiyalarla bağlı dərin texnikalar eləyirik 8-də. Bədən praktikaları, nəfəslə, ürəyini açmaqla, sıxıntıla hamısını işləyirik. Siz artıq emosiyalarınızla barışıq olmağı öyrənirsiniz və hətta Brono dənşə etdiyiniz zaman ilk olaraq sizə hissləri açmaq üçün donmuş hisslər texnikası göndərilir sizə ki, siz artıq ilişib qaldığınız o hissləri buraxasınız. Bax, bu momentdə, bu hissləri buraxdığınız momentdə 3-cü etapda həqiqi inkişaf başlayır. Yox, siz 1-ci, 2-ci etapda buraxırsınızsa prosesi, heç bir inkişafdan söhbət gedə bilməz. Başa düşə bildiniz yəqiniyə görə. İndi isə gəlin praktikaya keçək. Mən istəyirəm çox diqqətlə ekrana baxasınız. Çox diqqətlə. Nə işiniz varsa buraxasınız. Çünki biz praktika eləyəcəyik. Və hətta dostlarınıza, rəfiqələrinizə göndərə bilərsiniz canlı yayımı ki, onlar da praktikanı eləsinlər. Baxın, mən indi istəyirəm sizin hisslərinizi üzə çıxaraq bu praktika vasitəsilə. Baxaq görək, siz nə dərəcədə başqalarının fikirlərini önəmsirsiniz və nə dərəcədə özünüzü günahkar hiss edirsiniz bu həyatda. Nə dərəcədə istədiyiniz addımları atmaqdan qorxursunuz, yoxsa yox. Hazırıq mı? Mən hətta kommentariyaları da açacağam ki, anında sizin reaksiyalarınızı görüm. Mən istəyirəm özümüzü sadəcə yoxlayaq. Bir kiçik bir demonstrativ praktika ilə özümüzü yoxlayaq. Okey. Hazırıq mı? Hazırsınızsa mənə yazın. Mən bilim ki, yatmamısınız, ekrana baxırsınız. Çünki mənim üçün bu vacibdir bu hissədə. Əla, hazırsınızsa praktikaya başlayırıq. Mən səssiz duracağım və bu praktikanı keçən gün mən öz müştərilərimlə eləmişdim. Sizinlə də bu praktikanı
Siz sadəcə mənə baxacaqsınız. Bu qədər bəsit. Ekrana baxırsınız. Nə hiss elədiniz? Okey, nə hiss elədiniz? Gəlin bədənimizi araşdıraq. Nə hiss eləyirik? Çoxunuz donub qaldınız, başa düşmədiniz, şoka düşdünüz. Dalınca nə gələcək? Yer batdı, xarab oldu, təşviş, əsəb. Okey. Problem, gözüm bərəldi, dondum, qaldım, güldüm. Okey, tədirginləşdim. Bu praktikanı artıq görmüşəm. Psixoloji praktikadır çünki. Başım ağrıdı. Xoşuma gəldi. Gözləmirdim, ehtiras oyandı. Allah, super. Gəlin davam eləyək. Şuluq eləyəndə uşaq vaxtı nə hiss eləmişsinizsə, nəyəsə yox deyəndə, nə hiss eləmişsinizsə, onu hiss elədiniz. Və düşünürsünüz ki, insan bir dəfə, məsələn, yox deyər, pis nəticə ilə qarşılaşar, donar qalar, sonra eləməz. Və əgər mən belə bir şey eləsəm indi, məsələn, belə bir şey eləsəm, indi nə hiss eləyirsiniz? İkinci dəfə eyni səhv eləyirəm. İkinci dəfə. Mən ikinci dəfə eyni səhv eləyirəm. Okay. İndi nə hiss eləyirsiniz? Okay. İndi daha az əsəbləşdim, amma yenə əsəbləşirəm. Oha deyirəm, kayf alırım. Okay. Məsuliyyətsizlik görürəm. Kimdə belə bir hiss yarandı ki, sanki kimsə gələcək bu saat, nəsə deyəcəklər mənə. Qıcıq oluram. Sanki nəsə deyəcəklər, okey? Nəsə deyəcəklər bu saat. Kimsə tualeti gəldi. Tualetin, indi hamısının açıqlamasını deyəcəyim mən əslində. Kimsə qışqıracaq hissi. Okey. Narahatlıq. Okey. Biz praktika eləyirik. Hisslərimizə baxırıq. Görək nə hiss eləyirik. Ümumiyyətlə yaza bilərsiniz nə hiss etdiyinizi. Çoxunuz hiss elədi ki, sanki mama gələcək indi. Çoxunuz düşünür ki, nəticə nə olacaq, kim yığışdıracaq. Ürəyim sıxılır, artıq ürəyim tez-tez döyünür. Okey. Elə bildim, anam gələcək, qorxu bürüdü. Mən də eləmək istəyirəm artıq. Buna nə ehtiyac var dedim. Donub qalmışam, yer batıb. İşığım söndü, bircə dəqiqə. Ayaqlarım titrəyir. Okey, həyatım, həyəcan, xoşuma gəldi.
İşığın acığı tutdu. İşığı biraz da artırım. Okey. Okey, rəyləri bağladım. Gəlin davam eləyək. Baxın. Donub qaldınızsa, bu deməkdir ki, uşaq vaxtı siz həqiqətən də yox deyəndə, öz istədiyiniz bir şeyi eləyəndə sizə qarşı elə reaksiya göstərilib ki, siz donub qalmısınız. Və indi də bədən bu cürə reaksiya verir hər dəfə nəsə şuluq bir şey, nəsə əyləncəli bir şey görəndə bədən bu cürə reaksiya verir, qorxur. Daha sonra, əgər siz ayaqlarınızı sıxırsınız və yaxud da tualetə getmək istəyirsiniz və yaxud da ayaqlarınız titrəyirsə, deməli uşaq vaxtı yox dediyiniz məsələ və yaxud da öz istədiyinizi etdiyiniz bir məsələ cinsəlliklə bağlı olubdur və ona görə də sizdə cinsəl refleks yaranır aşağı bədən aşağı hissəsindən, belə deyərlər, belə bir refleks yaranır və özünüzü tez bağlayırsınız. Bu ola bilər ki, uşaq vaxtı siz özünüzə toxunmusunuz bəlkə də. Çünki uşaqlar 3-6 yaş arası öz cinsel orqanlarına toxunub baxmaq istəyirlər və ola bilər ki, valideynləriniz gəlib və sizi ayıblayıb, siz isə yox deyə bilməmisiniz, özünüzü qoruya bilməmisiniz. Və yaxud da ola bilər ki, siz uşaq vaxtı istəmsizcə soyundurublar, insanların qarşısında tualetə getməyinizi istəyiblər və yaxud da istəmsizcə kremləyiblər, həkimə aparıblar, həkim sizi soyundurub, toxunub və s. və s. Bütün bunlar ona gətirib çıxarır ki, sizdə belə bir refleks yaranır, böyüdükdən sonra belə bir fiksasiya yaranır da, belə deyərlər. Birinci danışdığımız hissədəki kimi zəncirvari bir qanuna uyğunluq yaranır ki, mən öz istədiyim şeyləri edə bilmərəm, həzzi, ehtirası və bədənindəki o hissi bağlayıram mən avtomatik. Okay? Yox deyəndə, hə deyəndə, ümumiyyətlə həyatımda istədiyim nəyəsə, tutaq ki, siz maşın istəyirsiniz, o istədiyiniz şeyə gedə bilmirsiniz. Niyə? Çünki həss hissi bizdə bu bölgədə, çanaq bölgəsində yaranır və onu bloklayırsınız, bağlayırsınız. Və əgər bir insan nəyəsə qarşı həzz, ehtiras hiss eləyir, onu bloklayırsa, o şey heç zaman çata bilmir həyatda. Məsələn, bu maşın olsun, ev olsun, partnyor olsun, iş olsun, biznes olsun, hər hansı bir videorolik çəkmək olsun, iş qurmaq, rəfiqə qazanmaq hətta fərqi yoxdur. Təlimə qatılmaq. Çoxlarınız təlimə qatılmaq istəyir, məsələn, düzdür? Amma özünüzü bloklayırsınız, sıxırsınız. Sanki olmaz mənə. Xüsusilə mənə olmaz hissi bizdə, bədənimizdə hara həkk olunur, bilirsiniz? Bax, bu aşağı hissəyə. Mənə olmaz hissi aşağı hissəyə. Bəlkə biz Lazy təlimi 2-ci modulda bunun üzərindən dərindən işləyirik, həm bədən praktikaları ilə, həm 8D texnikalarla ki, artıq bu reflekslər sizdə olmasın ki, siz özünüzü bloklamayasınız. Xüsusilə də bir qadın, baxın, bir evin bəlası, ümumiyyətlə, və bir cəmiyyətin bəlası istəklərini reallaşdıra bilməyən qadındır. Bilirsiniz niyə? Çünki bir qadın yalnız istədiyi həyatı yaşayanda, istədiklərini reallaşdıranda, xoşbəxt olanda cəmiyyət və ailə xoşbəxt olur, inkişaf eləyir. Bilmirəm, bunu eşitmişsiniz ya yox? Bunu hiss eləyirsiniz nə demək istədiyimi ya yox? Çünki düşünün, ailədə bir qadın, evin içində bir qadın öz istədiyi bir əlbisəni alıb, məsələn. Həmin gün, həmin ailə necə xoşbəxt hiss eləyir? Və o ailə xoşbəxtsə artıq cəmiyyət xoşbəxtdir deməkdir. Və bu o deməkdir ki, bir cəmiyyətin ən böyük bəlası ümumiyyətlə istəklərini reallaşdıra bilməyən, öz istəklərini bloklayan, yox deyə bilməyən və hə deyə bilməyən, mənə olmaz deyən qadınlardır. Çünki əgər bir qadın mənə olmaz deyirsə, autoagresiya yarandı, əsəbi oluram, mən kortizol formalaşır, düzü bədən kortizol istehsal eləyir. Özümə yox deyirəmsə, mən oluram əsəbi, mən oluram daxilimdə bastırılmış agresiya ilə, mən nə qədər gözəl, qəşəng, yaxşı qız kimi görsənməyə çalışsam da istəklərimi bastırıram və istəklərimə çata bilmirəm, ehtirasımı bloklayıram deyə nə baş verir? Çöl dünya ilə kommunikasiyam zəifləyir. Məsələn, partnyorum varsa, yanımda nişanlım, həyat yoldaşım və s. partnyoruma qarşı münasibətdə də bu enerjini ötürə bilmirəm.
Axı kişilər biz qadınlardan resurs alır və cəmiyyət başlayır zəifləməyə bu şəkildə. Əgər bir qadın özünə çoxlu mənə olmaz deyirsə, bu cəmiyyət zəifləyir. Bu belə, bunu yəqin ki başa düşdünüz. Digər tərəfdən donub qalmısınızsa, yenə də deyirəm, uşaq vaxtı donub qaldığınız nöqtələr çoxdur. Və indi yenidən bu refleks yaranmasın deyə həyatınızda, baxın, siz özünüzə hə deyə bilmirsiniz. Söhbət ondan getmir ki, siz şuluq eləməlisiniz, yox. Söhbət sadəcə istədiyini eləməkdən gedir. Mən məsələn, indi bu suyu dağıtmaq istədim. Və əgər məsələn, indi istəyirəmsə dağıtmaq, yenə dağıdaram bu suyu. Hər yerə dağıdaram, lap üstümə dağıdaram. Çünki mən bunu eləmək istəyirəm. Amma istədiyim şeyi eləyərkən, başqası istədiyi şey eləyərkən, məsələn, Asiya Rüstəmli istədiyi bir şey elədi. İndi suyu dağıdır lap başına. İstədiyi bir şey eləyir. Və siz özünüzü sıxırsa, deməli, mən də özümə icazə vermirəm o istədiyim həyatı yaşamağa, istədiyim şeyləri eləməyə, düzdür? Və mənə önəmlidir ki, çöl dünyadan nə reaksiya gələcək. Çünki dünyada ancaq siz olsaydınız, mənim elədiyim şey sizdə o reaksiyaları oyatmayasıydı. Çünki siz də əylənirsinizsə, gedib siz də su tökəcəksiniz, stəkanlara başlayacaqsınız yerə tökməyə. Çünki əylənirsiniz, xoşunuza gəldi. Digər tərəfdən, kimlərə gic bir gülmək gəldisə, bəziləriniz yazdı ki, gülməyə başladım. Bu o deməkdir ki, uşaq vaxtı sizdə tərs reaksiya yaranıb. Tərs reaksiya nədir? Tərs reaksiyalar əslində çox təhlükəli bir şeydir. Bu nədir? Bu odur ki, uşaq vaxtı incindiyiniz anlarda, xatırlayın, uşaq vaxtı incindiyiniz anlarda o hissi bastırmaq və ağlamamaq üçün gülməyi seçmisiniz. Məsələn, mamanız sizə hirslənir, üstünüzə gəlir və siz gülürsünüz. O hiss, çünki bilirsiniz ki, ağlasaz, qışqırsaz ya da siz nəsə eləsəz, hərəkət eləsəz, nəsə pis bir nəticə ilə formalaşacaq. Və siz, bax, indi burada siz mənə baxırsınız, xatırlayın. Tutaq ki, partnyorunuza nəsə deyirsiniz. Partnyorunuza deyirsiniz ki, mən çanta istəyirəm. Tutaq ki, dünənki məsələnin üzərində mən çanta istəyirəm. O sizə yox deyəndə siz gülməyə başlayırsınız. Və yaxud da partnyorunuzdan çanta istəyərkən bunu mırtdaşa deyirsiniz. Gülə-gülə. Çünki bədəndə belə bir tərs reaksiya var. Hər şeyi normal reaksiyalarla yox da, hər şeyi mırta, zarafata, gülməyə salaraq belə eləyirsiniz, ciddi qarşılanmırsınız. Digər tərəfdən isə emosional kontakt düz deyil, bədənlə kontakt düz deyil. Bədən başqa şey hiss eləyir, refleks olaraq başqa bir emosiya gəlir. Və siz doğru emosiyaları ötürə bilmirsiniz deyə çöl dünyaya. Çöl dünya ilə kommunikasiya zəif olur. Çöl dünya sizin nə istədiyinizi başa düşmür. Siz özünüz də nə istədiyinizi anlamırsınız. Özünüz də anlamırsınız ki, niyə istədiyim nəticələri ala bilmirəm. Birinə hirslənəndə gülməyiniz gəlir. Birinə yox demək üçün gülməyiniz gəlir. Biri incinməsin deyə boş-boş gülürsünüz. Və bu reflekslər düzgün getmir deyə öz sərhədlərinizi qoruya bilmirsiniz. Çünki siz gülürsünüzsə, sərhədlərinizi qoruya bilmirsiniz. Və sizin bədəninizə istəmsizcə toxunur insanlar. Sizə istəmsiz hərəkətlər eləyir bir çox insanlar. Siz yox deyə bilmirsiniz deyə. Və başqasının verəcəyi reaksiya sizə qorxulu gəlir deyə siz özünüzdə belə bir yalancı bir refleks yaradırsınız ki, mən güləcəm hər şeyə. Bunun üzərində işləmək üçünsə siz Leydi təlimində deməli donmuş hisslər texnikasına fokuslanmaq lazımdır. Mütləq. Digər tərəfdən, kim hiss elədisə ki, nəsə olacaq, günahlandırılacam, cəza alacam. Bax, sizlər daha çox açıqsınız münasibətlərdə narsistik davranış biçimləri göstərən insanlarla kontakta keçməyə. Bu nədir? Siz nəsə istəyəndə sizi günahlandıran, gaslighting eləyən, özü bir şey eləyir, amma sizi günahkar hiss elətdirən. Çünki sizdə bazı olaraq içəridə yatır monster kimi günahkarlıq duyğusu. Monster kimi yatır günahkarlıq duyğusu və bu monster daxilinizdə bu monster yatır deyə çöldən də o monsterları çəkir özünə. Çünki xoş gəlir. Çöl dünyada olan monsterlar sizin içinizdəki o monsterla eşq yaşayır. Bu nədir? Narsist məsələn. Narsistik münasibət göstərən insanlar, gazlighterlər.
Manipulyatörlər, hansılar ki, sizi günahlandırmağa yönəlir, hansılar ki, sizdə o hissi oyadır. Məsələn, sizi ignor eləyənlər, sizi cəzalandıranlar və s. və s. Onlar sizin daxilinizdəki o monsterla eşq yaşayır deyə sizə doğru maqnit kimi çəkilir. Və siz başa düşmürsünüz ki, siz nəsə istəyəndə niyə çöl dünya sizə qəribə baxır? Məsələn, siz yox deyəndə, istəmədiyiniz münasibətə, niyə özünüzü günahkar hiss edirsiniz? Başa düşmürsünüz. Və yaxud da siz hər hansı bir maddi, necə deyərlər, yəni maddi olaraq istəmədiyiniz bir həyata yox deyəndə ətraf dünya başlayır sizi günahlandırmağa. Məsələn, bir neçə hekayələr eşitmişəm keçən gün. Qız deyir ki, mən deyirəm ki, tətilə gedəcəm, rəfiqələrim mənə deyir ki, biz pul tapmırıq, buna bax. Bax, belə şeylər baş verir. Sonra, bir dənə baxın, başqa nə yazmışdınız siz? Əsəbləşmək, əsəbləşmək, məsuliyyətsizlik, qəşəng bir şeylər. Deməli, məsuliyyət hissinə yüklənənlər, kimlər hiss eləyirsə ki, məsuliyyətsizlik olunmaz, bu o deməkdir ki, mən öz həyatımın məsuliyyətini götürməkdən qorxuram. Xüsusilə də evlilikdə, biznesdə bu şeylərin məsuliyyətini götürməkdən qorxursunuzsa, bizdə Lazy təlimində birinci modulda məsuliyyət praktikası var. Orada artıq məsuliyyətlərimizi özümüzə götürməyi, özümüzə proqramlayırıq. Münasibətdən çıxmaq istəyirəm. Və siz sual verirsinizsə, baxın, mənə yüzlərlə suallar gəlir həftə ərzində. Asiyə xanım, bunu eləyim, düz eləyirəm, səhv eləyirəm, bunu istəyim, istəmiyim, bunu eləyim, eləmiyim, necə davranım, münasibəti buraxım, buraxmayım, gedim, getmiyim, bla 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 bla. Və bu o deməkdir ki, siz bir qadın olaraq nə hiss etdiyinizi və nə istədiyinizi bilmirsiniz. Davamlı özünüzə xəyanət edirsiniz və sizə maraqlıdır ki, Asiyə Rüstəmli nəyə hə deyir, nəyə yox. Ona görə mən heç kəsə cavab yazmıram. Çünki mən sizə məsləhət verə bilmərəm. Məndən heç zaman eşidə bilmərsiniz ki, filan kişini burax, ya filan kişi ilə münasibət qur, ya filan işi burax, filan işi qur. Bu şəkildə dəqiq məsləhətlər və təsdiqlər eşidə bilmərsiniz məndən. Çünki mən sizin mamanız, ya atanız deyiləm. Və yaxud da mən siz deyiləm. Başa düşürsünüzmü? Siz yalnızca özünüzü hiss etdiyiniz zaman anlayırsınız ki, hansı momentlərdə mən nə istəyirəm. Və bu zaman qərarsızlıq problemi var. Çoxunuz deyirsiniz, qərarsızam, seçimlər eləməkdən qorxuram. Qərarsızlıq problemi də buradan gəlib çıxır ki, mən özümə hə deyə bilmirəm deyə qərarsız qalıram. Çünki özünə xəyanət eləməyən, özünə davamlı hə deyən bir insan heç zaman qərarsızlıq yaşamır. Biznesində də, şəxsi həyatında da, özündə və s. və s. Qərarsızlıq yaşamır o qadınlar ki, hansılar ki, özünə heç zaman xəyanət eləmir. Özünü hiss eləyən, nə istədiyini bilən bir qadın, yenə də deyirəm, qərarsızlıq deyə problem yaşamır, başqasından məsləhət almır və əgər siz ətrafınıza davamlı rəfiqələr yığırsınız və məsələn, ya da koçlara gedirsiniz, psixoloqla məşğul olursunuz və davamlı bunu məsləhət almaq üçün, podskaskalar eşitmək üçün eləyirsinizsə, deməli, siz özünüzə xəyanət edir, sadəcə özünüzü hiss eləyə bilmirsiniz. Çünki elə bir şey ola bilməz ki, bir insana çöldən kimsə desin ki, nə sənin üçün okeydir, nə sənin üçün lazımdır, nə sənin üçün lazım deyil. Qərarsızlıq bərabərdir özünü seçməmək, bəli. Niyə? Mən sizə bunun dərin səbəbini deyim. Hətta çünki biz bunu Lazy-də 3-cü modulda işləyirik, bunu 3 bucaq praktikasında. Mən sizə səbəbini deyim, niyə görə qərarsız qalırsınız, niyə o istədiyiniz işi qura bilmirsiniz, niyə özünüzə hə deyə bilmirsiniz, niyə başqalarının fikri, məsləhəti, rəfiqənin nə dediyi və s. və s. Niyə sizə maraqlıdır? Mən bunu sizə deyim, bir yerə yazın. Uşaq vaxtı hər iki valideyni arasında qalan uşaqlar nə olur? Atamla anam arasında qalmışam. Və qərarsızam, bilmirəm hansını sevməliyəm. Çünki mama deyir ata pisdir, ata deyir mama pisdir. Və məhz bu uşaqlar böyüyəndən sonra davamlı ikiləm-üçləm arasında qalır və davamlı məsləhətlərə ehtiyacı olur. Çünki bu uşaqlar hiss eləyə bilmir daxildəki
Hansını sevməliyəm? Uşaq vaxtında belə proqramlanıb çünki. Uşaq vaxtından bu uşaqlar mama ilə ata arasında qalıb. Biz buna üçbucaq proqramı deyirik. Üçbucaq proqramı gətirir bu... Nə qəşəngdir bu? Gətirir üçbucaq proqramı sonradan həyatınıza xəyanət, yalan, qərarsızlıq, manipulyasiya, məsləhət alma və yalançı məsləhətlər. Bütün bunların səbəbi, spektr problemləri, məsələləri səbəbi üçbucaq. Üçbucaq eləyəndə ürək çıxır deyəsən, yoxsa? Üçbucaq proqramıdır. Üçbucaq proqram biz 3-cü modulda işləyəcəyik. Burada nə işləyirik? İşləmə mexanizmimiz belədir ki, uşaq vaxtı, yenə də deyirəm, bilməmişsinizsə, hiss eləyə bilməmişsinizsə ki, mənim sevgim kimə qarşıdır və seçim eləyə bilməmişsinizsə, başa düşməmişsinizsə ki, ata ilə ananın ikisini də sevə bilərəm mən. Hiss eləyə bilərəm hər ikisini. Özüm kimi mama demədən ki, ata necə insandır. Ata demədən ki, mama necə insandır. Özüm, öz hisslərim, öz gözlərim, öz bədənimlə, öz ruhumla hiss eləyərək ki, ata və mamaya qarşı sevgim nədir? Onların bir-birlərinin fikri əsasında bir-birlərinə qarşı fikriniz formalaşıbsa, sizdə yaranır belə bir proqram. Kim hiss eləyir bunu? Chatda yazın mənə, aşağıda rəylərdə yazın. Kim hiss eləyir nə dediyimi? Qərarsızlıq, hə deyə bilməmə, özünü hiss eləyə bilməmə, üçbucaq problemi bunların kökündə duran səbəblərdən biridir. Kim hiss eləyir bunu? Mama deyir, ata pisdir, ata deyir, mama pisdir. Və siz ikiləmdə qalırsınız və siz hisslərinizi bağlayırsınız. Çünki siz artıq mamanı atanın gözü ilə görürsünüz, atanı isə mamanın gözü ilə görürsünüz. Öz gözləriniz kör olur, öz hissləriniz kar olur. Və özünüzü, bədəninizi hiss eləyə bilmirsiniz. Bir çox qızlarım deytə çıxırlar. Biz klubda bugün işləmişik bunu. Biz təlimdə də yenidən işləyəcəyik. Qərarsızlığı Lady 1-dən sonra yendim. Çünki 3-cü moduldakı praktika %100 qərarsızlığı son verdirən bir şeydir. Karpman üçbucağını biz işləmirik təlimlərdə. Çünki 2 dənə ödənişsiz təlim var YouTube-da. Karpman üçbucağı ilə bağlı, rollardan çıxmaqla bağlı. 2 ödənişsiz təlimimiz var YouTube-da. Söhbət pisdir, yaxşıdırdan getmir. Uşaq vaxtı siz arasında qalmışsınızsa mama ilə atanın, avtomatik bu sizdə formalaşır. Və bildiyini edə bilən insanlar məsləhət almayan, ətrafında məsləhət verən podruqaları tutmayan, davamlı yenə də deyirəm, biz bu barədə ayrıca da bir canlı yayım eləyərik. Numeroloq, astroloq, falça ehtiyacı duyanlar. Bəzən mənə yazırsınız ki, numerologiya, astrologiya elmdir. Yoldaşlar, mən bu elmi oxumuşam. Numerologiyanı da oxumuşam, astrologiyanı da. Mən demirəm ki, bu pis bir şeydir. Amma numerologiya və astrologiya yalnız və yalnız psixologiya ilə birləşəndə həqiqi bir trayektoriya çizə bilirsiniz və hisslərinizi bağlamırsınız. Yox, siz astrologiya, numerologiyadan gələcəyinizi görmək və məsləhət almaq üçün istifadə edirsiniz. Deməli, özünüzü hiss eləyə bilmirsiniz, yoldaşlar. Bunu çox professional numeroloq və astroloqlar da sizə deyər. Professional olanlar, psixolojik inkişaf etmiş olanlar deyər ki, bir insan özünü hiss eləyə bilirsə, mənim üçün nə yaxşı, nə pisdir deyə hiss eləyə bilirəmsə, bədənimlə, ruhumla, hər şeyimlə, hisslərimlə, mənə lazım deyil podskaskalar. Məsələn, bir kişi ilə tanış olursunuz və gedirsiniz, xəritə açdırırsınızsa davamlı. Hiss eləyə bilmirsiniz ki, bədəniniz nə deyir. Çünki çox zaman adi bir şey. Bədəniniz bir kişinin yanında təşviş keçirir, qorxur və çox böyük ehtiras yaşayır, əsirsə, o insan sizin üçün yanlışdır. Nə qədər çöldən hədiyyələr alsa da sizə yaxşı göstərsə də, çünki bədəniniz bunu sizə dedi artıq, amma sizə işte qorxursunuz çünki. Refleks gəlir ki, mən bədənimi eşitsəm, hisslərimə tabe olsam, dalıca nəsə nəticələr gələcək. İndi mən istəyirəm yeni bir praktika eləyək sizinlə bərabər. Okay. Bura qədər yaxşıdırmı hər şey? Yeni praktikaya keçirik çünki.
Bura qədər hər şey yaxşıdırmı? Chatdə mənə deyin. Ümumiyyətlə, numeroloq və astroloqların işə başlama səbəbi çox kontrolçu və təşvişli olmalarıdır. Siz sorsan, məsələn, mənim numerologiyanı öyrəndiyim mentorum var. Həmin insan deyir ki, mən çox kontrolçu və təşvişli biriyəm. Ona görə də mən bu sahədə özümü tapmışam. Okay. Deyətə çıxdığım insan mənə çox yaxşı davranırdı, bədənim çox pis reaksiya göstərir. Avtomatik bədəniniz deyir ki, bu yanlış adamdır. Uşaq vaxtı hər kəs, travmasız insan ölmüş insandır. Ümumiyyətlə, həyatımız boyu biz travmamızı silə bilmərik. Çünki silsəniz, siz öldünüz. Всё. Ona görə mən travma sözünü sevmirəm. Mən travma ilə işləmirəm, mən problemlərlə işləmirəm və s. və s. Mən koçam və mənə maraqlıdır özünü proqramlama. Mənə uşaqlıqdan özünü proqramlamanı öyrədən ilk insan anam olub. Və nə qədər uyğunsuz, hətta çətin şəraitdə böyüsəm də özünü proqramlama işləyir. Çünki anam məni proqramlayırdı uşaq vaxtından. Başa düşürsünüz? Özünü proqramlama işləyir. Proqramları silə bilmərsiniz. İstənilən cürə proqram insanın daxilində var. Sadəcə özünüzü yenidən proqramlamaqla siz yaşaya bilərsiniz xoşbəxt həyat. Travma silinmir, travma pozulmur. Belə şeylər deyən insanlar ümumiyyətlə hansı aləmdə yaşayırlar, mən bilmirəm. Elə bir şey olmur. Özünüzə sərf eləyən kimi özünüzü proqramlayırsınız. Biz təlimlərdə bunu eləyirik. Yəni, hər hansı bir sizə sərf eləməyən, xidmət eləməyən proqramı biz yenidən proqramlayırıq. Məsələn, onlardan biri 3 bucaq proqramı. Biz yenidən proqramlayırıq 3 bucaq proqramını ki, biz artıq buradan çıxaq. Başqa bir proqrama keçək. Məsuliyyət hiss eləməmək sizə imkan vermir. Baxın, məsuliyyət hiss eləyə bilməyən insanlar ya ömrü boyu ailə qurmurlar, ailənin məsuliyyətinə, uşağın məsuliyyətindən qaçırlar, ya ömrü boyu iş qurmurlar və qurduqları ailədə belə kontrolçu biri ilə bərabər olurlar. Məsələn, məsuliyyət proqramı sizə yüklənməyibsə, siz heç zaman uğurlu bir biznes sahibi ola bilmərsiniz. Ona görə qızların birinci moduldan sonra iş qururlar, kitab yazmağa başlayır, bir çoxları eşitmişdiniz. Niyə? Çünki birinci modulda biz məsuliyyət proqramlaması eləyirik. Uşaq vaxtından, ailədə, mən sizə bunun da səbəbini deyə bilərəm. Biz nə ilə işləyirik? Baxın, uşaq vaxtından siz 3-6 yaş arası xüsusilə də ailədə təşviş ortamında böyümüsünüzsə, təşvişli ortamda və sizə çətin gəlirsə ailədə yaşanılan o ağır yüklərin məsuliyyətini götürmək, uşaq vaxtına qərar vermişsiniz ki, eşitməyəcəm. Bilirsiniz necə? Bax, uşaq vaxtı evdə problemlər var. Və siz uşaq vaxtı özünüzə qapanırsınız, belə, istəmirəm, bu evi istəmirəm, bu mamanı istəmirəm, bu atanı istəmirəm, eşitmək istəmirəm. Bax, bu uşaqlar böyüyəndən sonra niyə qaçdı? Qaçdı. Bu uşaqlar böyüyəndən sonra məsuliyyətsizlik proqramı yüklənir onlara. Çox sadə şəkildə olur. Özünü proqramlama da çox sadə şəkildə baş verir. Bu çətin bir şey deyil. 5-10 dəqiqəlik texnikalarla biz bunu həll edirik. Bədən praktikaları isə vəbşə 1 dəqiqə çəkir. Çox rahatdır. Sadəcə görüb həll etmək və bunu heç olmasa bu ilk addımın məsuliyyətini götürmək lazımdır. Hiss eləyirsiniz nə demək istədiyimi? Biz Lady'də olan sadəcə 2 proqramlama haqqında danışırıq, amma artıq hiss eləyirsiniz nə demək istədiyimi. Çünki mən də bu yolları keçmişəm. Mən bu yolları seçirəm. Qaçmağı yaxşı bilənlər. Alov Şahzadədən və kortizol praktikasından 3 həftə sonra hamilə qaldım. Çanağımı o qədər sıxırdım ki, alınmırdı. Wow! Biz
bizdə çox hamiləliklər olur təlimlərdə. Kortizol praktikası Lazy'də də var, kstati. Hamiləliklər, evlilik təklifi, cinsəllik, orqazm və s. belə nəticələrimiz çox olur. Təbrik eləyək. Başqası üçün sevinmək sizi də sevinmək emosiyasına salır deyə özünüz də sevindirici bir xəbər alırsınız. Həmişə belə işləyir dünya. Bəli, çanağınızı sıxırsınızsa, kortizol qadınısınızsa siz, əlbəttə ki, sizin həyatınızda nəyisə realizə etməyə, arzularınıza çatmaq, hətta hamilə qalmaq belə çətinləşir. Kortizol qadınları üçün həyatı rahat, relaks yaşamaq çətinləşir. Oksitosin qadını, on the other hand, tərs tərəfidir qəpiyin. Oksitosin qadınları relaksdırlar. Bədənləri rahatdır, çanaqlarını sıxmırlar. Onlar üçün hamiləlik də rahat olur. Onlar üçün arzularını reallaşdırmaq, hədiyyələr almaq, iş qurmaq, insanlarla kontakta girmək, enerjiləri rahat və axıcıdır deyə hər kəs onları dinləyir, hər kəs onların gözünün içinə baxır, hər kəs onların yanında olmaq istəyir, eşitmək istəyir və s. və s. Özümü sevindirirəm, əla, hər şey qorxusuzam, super, əla. Gəlin, indi baxaq görək, ümumiyyətlə bu başqalarının fikirlərini önəmsəmək və yox deməyi necə həll edə bilərik? Biz burada kiçik bir praktika ilə. Kortizol bədəndən çıxdıqca avtomatik oksitosin yaranmır. Birinci kortizolu bədəndən çıxarırıq, autoagresiyanı və ümumi agresiv özümüzə yönələn bıçaqları biz uzaqlaşdırırıq özümüzdən. Bu da bəzilərində 2 ay çəkir, bəzilərində bir dəfə praktikanı eləməklə yetərli olur, özünüz hiss eləyəcəksiniz. Qızlarım var ki, 3 ayda hələdir kortizol praktikasını hər səhər eləyirlər. Bəzilərinə isə bir dəfə yetərli olur. Hər kəsin fərqlidir. Level fərqlidir çünki hər kəsdə. Bundan sonra oksitosin praktikasında isə biz belə deyərlər də, bədənimizdə oksitosini necə formalaşdıra bilərik? Bax, onun praktikasını eləyirik, bədən praktikası kimi. O da artıq kortizolu boşaldılmış, rahat bir bədənə sanki oksitosini yüklüyorsunuz. Bax, bu şəkildə. Kortizol nədir? Kortizol bütün qıcıqlarınız, bütün autoagresiyanız, bütün əsəbiniz, bütün narahatçılığınız, bədən qoxusu, çənəni sıxmaq, çanağı sıxmaq, orqazm ola bilməmək, baş ağrısı, migren, hamısı kortizoldur. Davleniya problemləri, hamısı kortizoldur. Yəni, bədəndəki zir-zibil deyə bilərik buna, düzdür? Dişil enerji. Biz dişil enerji falan işləmirik. Təəssüflər olsun ki, bu mənim alanım deyil. Dişil, eril enerji falan. Mən inanıram ki, enerji təkdir. Dişil, mişil deyil. Evlilikdən qorxmaq nədir? Yenə də deyirəm, məsuliyyətdən qorxursunuz. Bir kişinin məsuliyyətini götürmək, ailənin məsuliyyətini götürmək və məsuliyyət praktikamız var bizim. Bədəndə sıxılıb qalan mənfi emosiyalar kortizol yaradır. Bəli, kortizol atmağın ən primitiv yöntəmi aqressiv idmanlarla məşğul olmaqdır. Amma biz digər praktiki yöntəmlərlə işləyirik ki, tam psixolojik şüuraltıdan çıxsın bu şey. Davam edək praktikamızla. İndi ən böyük monsterlarımızı hiss eləyək. Ən böyük monsterlarımızı. Gəlin baxaq. Hətta kağız qələm götürüb yaza bilərik. Nə deyirlər sizə? Nədən qorxursunuz? Məsələn, gəlin baxaq monsterlarımıza. Onlarla işləyək. Məsələn, gəlin belə bir şey deyək də. Məsələn, keçən gün mənə mesaj gəlib ki, oturub ağlayıram, çünki deyir rəfiqəmə görmüşdünüz. İzləyicim yazıb ki, oturub ağlayıram, çünki rəfiqəmə deməli ev almışdılar, düzdür, elə yazmışdı deyəsən. Ev hədiyyə alıblar, amma mən isə deyir, səhər çanta istədim, 50 manat idi, səhvləmirəmsə, nişanlısı idi ya, yoldaşı idi, qışqırıb ona. Və o yox deyə bilməyib, stop deyə bilməyib. Deyə bilməyib ki, vsyo, mənə qarşı bu cürə aqressiv münasibət göstərən bir insanla birlikdə olmaq istəmirəm. Gəlin baxaq, monsterlarımızı götürək, monsterlarımızı. Gəlin belə bir praktika eləyək. Belə bir balaca kağızlar götürün, məsələn, cırın belə balaca kağızlar.
Neçə dənə monsterınız varsa, yığın stolun üstünə. Balaca kağızlara yazın. Bir monsterlarınızı yazın. Biraz vaxt verirəm. Məsələn, 1. Mənə istədiyimi almayanda, istədiyimi eləməyənlər. Məsələn, 2. Çöldə qonşu nə deyər? 3. Mənə tupoy deyəcəklər. Nə bilim, 4. Mənə qudurmuş deyəcəklər. 5. Yazın hamısını. Hansıdır monsterlar? Mənə nəsə deyəcəklər. Köməkləşək, gəlin. Burada mən kommentariyaları açım. Monsterlarınızı çata da yazın. İstəyirsiniz, kömək eləyin bir-birinizə. Nədir monsterlar? Aha, evdə qalmısan monstru məsələn. Evdə qalmısan. Ya da aha, boşanmısan. Aha. Sonra hansı monsterlar? Nəyə yox deyə bilmirsiniz? Nəyə başqalarının fikri önəmlidir? Gəlin. Aha, sən pula girsən. Aha. Monsterlar. Edə bilməzsən deyənlər. Aha. Sonra sahipsiz deyənlər, günahkar deyənlər, tupoy deyənlər. Yazın hamısı. Monsterlarınızı düzək qabağımıza. Uğursuz və pula girsən. Yazın hamısını. Yazın. Özündən razısan, tupoysan. Yazın hamısını. Dilin çıxıb deyənlər. Aha. Gülə bilmərsən deyən. Super. Nədir? Dəqiq yazın. O monsterlar nədir? Kimdir? Monster nə deyir? Necə? Sanki gəlir üstünüzə. Nə deyir onlar? Gücün çatmayacaq. Sən tupoysan. İticisən. Saymamazsan, qudurmuşsan. Sonra. Sənə heç nə olmaz oturduğun yerdə. Ey bəcərsən. Kobudsa kişiyə oxşuyursan. Sonra monsterlar nə deyir? Səsin bərk çıxır. Hamısı gəlir. Özünü göstərirsən. Maşın lazım deyil, metroda get. Sonra. Sevgi kasıbçılıqdır. Varlı birini sevirsə səsən ürəksiz bir monstersan. Sən şişmişsən qarpız kimi. Sonra. Açılıb tökülmüşsən kələm kimi. Deyin monsterlarınızı. Deyin. Yazın hamısını qabağımıza qoyaq. Sən qombulsan, inəyə oxşuyursan. Sonra. Amöblər. Gəl hesabı 50 deyək. Gəlir məsələn. Sənin maaşın nə qədərdir biz evlənsək? Sən də ailə büdcəsinə pul qoymalısan. Yazdıq monsterlarımızı.
Mənə maraqlıdır indi. Belə bir praktika eləyək. Ayağa qalxıb hər bir monstrınızı əlinizdə bax belə tutub əlinizdə. Tək-tək qışqıraraq deyə bilərsinizmi ki, yaxşı eləyirəm mənə olar. Deyə bilərsinizmi? Hər birinə tək-tək ayağa qalxıb və önəmli olan ayaqlarınızı sıxmadan, bu çox önəmlidir. Ayaqlarınızı sıxmadan səs tam gəlsin. Bütün bədəninizə dolsun o his. Həmin o kağızları tək-tək qarşınızda tutub monstrlarınızı deyə bilərsinizmi? Belə üstünə gedib, belə eləyib onlara. Deyə bilərsinizmi ki, yox, mən deyəndi burada. Mənə olar. Sənə olmaz, çünki sən zəifsən. Sən belə düşünürsən, çünki sən tələdə ilişib qalmısan, amma mənə olar. Səsli şəkildə ayağa qalxıb ayaqlarınızı boş buraxıb deyin istəyirəm. Hər birinin kağızı əlinizdə tutaraq. Rahat şəkildə. Deyə bilərsinizmi? Anlarmı? Qoruya bilirmi? Heç olmasa praktikada özümüzü qoruya bilirikmi? Yox deyə bilirikmi? Praktiki. Yaxşı edirəm. Çirkinəm, yaxşı edirəm. Sən çirkinsən, utanırsan, sənə olmaz çirkin olmaq, mənə olar. Okay. Deyə bilərikmi tək-tək monstrlara? Özünsən. Çox sadə. Bir söz. Özünsən. Sonra deyə bilərikmi? Sənə olmaz. Sən dediklərinlə eşidirəm ki, sənə nə olmaz. Bunlar mənim olarlarımı və olmazlarımı bəlirləmir. Deyə bilərik. Sonra deyə bilərikmi sadə ayağa durub rahat şəkildə deyə bilərik ki, yox. 10 dəfə deyin, yox. Deyə bilirikmi səsdən, qəşəng səsdən? Yox. Ya da ən yaxşısı, məsələn, sizə 50-50 münasibət təklif eləyirlər, ya da deyirlər ki, nə bilim, məsələn, deytə çıxmısınız, adam deyir ki, sənin əvvəllər 5 dənə münasibətin olub, mən belə qadınlar istəmirəm. Siz deyə bilərsinizmi ona belə? Bax belə, heç nə deməyəcəksiniz, çox rahatdır, poker face. Güzgünü qoyun, eləyə bilərsiniz. Eləyə bilərsiniz. Güzgünü qoyun. Sizə öz fikirlərini yeritməyə çalışan insanlara bax belə eləyə bilərsin. Baxın, bir dənə yoxlayın, zəhmət olmasa. Güzgünü qoyun, yoxlayın. Alınırmı rahat? Çox rahatdır əslində. Çox belə relax, rahat bir şeydir bunu eləmək. Yazın chatda mənə eləyə bilərsin. Çox rahat bir şeydir, məsələn belə. Ya da belə, ən yaxşısı. Eləyin, praktika, sadəcə olaraq praktika. Məsələn, kimsə danışır nəyisə özü üçün. Tutaq ki, nə deyir? Sən çirkinsən, qombulsan, tupoysan. Sizsə belə. Eləyə bilərsiniz. Çox rahat, heç nə deməli deyilsiniz. Prost eləyəcək. Yəni, çox sadə bir şeydir. Alınır. Alınır. Çox rahat, güzgünü qoy, praktika eləyir. Prosta öyrənirik. Çox sadə, uşaq vaxtı biz qorxmuşuq. Çünki uşaq vaxtı mama gələsi idi. Məsələn, mən suyu tökürəm. Okey, suyu tökdüm. Və siz mənə belə baxdınız. Mən sizə belə eləyirəm.
Rahatdır, relaksdır. Bu yaşda heç kəs döyməyəcək ki sizi, düzdür? Və yaxud da heç nə demirsiniz. Məsələn, atıram, gəlin oynayaq sizinlə. Baxın, belə bir oyun quraq. Tutaq ki, kimdirsə, gəlib bu kimsə. Gəlib və deyir ki, sən tutaq ki, ayıbdır, belə eləmək olmaz, Instagramda səhifə açmaq olmaz, qonşulardır, gəliblər, qonşulardır bunlar, qonşu Pikə xala gəlib və sizə deyir, ayıbdır, gör neyniyirsən və s. və s. Və siz ona belə baxırsınız. Və o sizə əsəbləşməyə başlayır. Bax, bu özündən çıxır. Mən dedim. Okey. Və siz sonra belə sual verirsiniz. Mən nə dedim ki? Sonra susursunuz. Mən nə dedim ki? Sən niyə özündən çıxdın? Bu isə ucu gedib. Bu şey eləyir. Pikə xala özünü dağıdır. Və qaçır. Qorxdu, qaçdı. Qoruya bilərik belə özümüzü. Yox deyə bilərik. Pikənin faktorunda. Necə həyasızsan deyir. Məsələn, həyasız. Siz belə baxırsınız. Okey. Heç nə eləmədiniz ki. Faktiki, desə ki, bu mənə nəsə deyib, siz heç nə eləmədiniz. Faktiki. Ya faktiki siz heç nə demədiniz. Heç nə eləmədiniz. Prosto belə qış-qış elədiniz. Sanki kaldabat elədiniz. Çox rahat. Şey var idi. Betüş peri kimi elədiniz, getdi o. Dibili dum. Getdi. Heç nə eləmə, faktiki heç nə eləmədiniz, heç nə demədiniz, heç nə eləmədiniz. Bəs daxildə, baxın, Leydi təlimində də, Alov Şəhzadə təlimində də daxili avtoritet figurumuzu formalaşdırmaq ən böyük məqsəddir. Bilirsiniz niyə görə? Daxili avtoritet figur bilirsiniz nədir? Məsələn, mən bunu tökəndə, əgər mənim öz daxili, diqqətli olun, bir yerə yazın, öz daxili avtoritet figurum öncəki uşaq vaxtındakı mama atamdan daha zəifdirsə, mən özümə sərf eləyən reaksiyaları yox, uşaq vaxtından yaranan reaksiyaları təkrarlayıram. Bir də təkrar edirəm, baxın. Mən nəsə eləyəndə, yox deyəndə, hə deyəndə, istədiyim şey alanda, istədiyim həyatı yaşayanda, əgər mənim daxili avtoritet figurum ata-anamdan daha zəifdirsə, o zaman mən özümə məxsus reaksiyaları yox, ata-anama və yaxud da onlarla yaşadığım reaksiyalara uyğun reaksiyalar verirəm. Başa düşdük nə demək istəyirəm? Daxili avtoritet figur, bəli, cool səslənir. Bəli, Leydidə, Alov Şəhzadə əldə etdiyimiz nəticələrin ən böyük səbəbkarı daxili güclü avtoritet figur formalaşdırmağımızdır. Və mən indi burada zarafat yana praktika eləyirəm. Amma belə də deyərlər, biraz belə daha şuurlu praktika eləyirik. Amma biz təlimlərdə şuuraltı praktikalar eləyirik. Bu daha önəmlidir. Bəli, mən nəsə eləyəndə, əgər mənim daxili avtoritet figurum ata-anamdan daha zəifdirsə, o zaman özümə məxsus reaksiyalar yox, valideynlərimə uyğun reaksiyalar verirəm. Super, bir yerə yazın. Yapışdırın soyuducunun üzərinə. Və adi bir şey, öz daxili avtoritet figurunuz güclüdürsə, siz istənilən vaxt mənə olar, mənə olmaz deyə bilirsiniz. Məsələn, mənə olmaz,
əlimi isti qaza vurmaq. Çünki əlim yanacaq. Avtomatik öz daxili avtoritet figurum onu bilir. Ya da mənə olmaz lüt çölə çıxmaq. Okay? Tam lüt olmaz. Çünki onu özümü qoruya bilməyəcəm lüt çıxsam. Amma mənə olar istədiyim maşını almaq, mənə olar istədiyim yerə istirahətə getmək, mənə olar istədiyim universitetə daxil olmaq, mənə olar istədiyim işdə işləmək. Rahatladım. Super. Bizim praktikalar belə effekt verir. Həla. Pikə xala özündən çıxdı. Okay. Məsələn, mənim bir qonşum var idi 3 il əvvəl, ya 4 il əvvəl. Məni aşağıda belə görəndə mənə belə deyirdi ki, bu saatda oradan gəlsən. Düşünün, saat da 3 deyə, gün orta 3-dür. Bu saatda oradan gəlsən. Mən ona belə baxırdım. Heç nə demir, nə salam, nə sağ ol, heç nə. Və o qorxurdu. İkinci dəfə eyni şey eləmirdi məsələn. Okay. Mən sizin təlimlərinizə daxil olandan avtoritet figurum yenidən formalaşıb. Özümə əsəbləşəcəyimi onlara bəli. Əgər sizdə autoagresiya varsa, özünüz özünüzə zərər verəcək reaksiyalar yaradırsınız, özünüz özünüzə əsəbləşirsiniz. Biz kortizol praktikası eləyəcəyik. Yoldaşlar, biodakı linkdən ödənişsiz retritə də qatılın. Ödənişli Leydi təliminə də qatılın. Leydi təlimi heç nədir qiyməti. Bir kofta alırsınız, siz o qiymətə geyinirsiniz. Gəlin qatılın, işləyin öz üzərinizdə. Lütfən. Lütfən. Biz söymürük, biz döymürük, biz heç kəsə qarşı pis bir şey eləmirik. Biz sadəcə daxili avtoritet figurumuzu böyüdürük ki, daxili avtoritet figurumuz uşaq vaxtı böyüdüyümüz ana ata figurundan daha güclü olsun, bizi qorusun və biz rahat reaksiyalar verək, həyatımızı rahat yaşayaq. Başa düşürsünüz? Leydi təlimi. Onsuz da başqa təlim yoxdur indi. Ancaq bir təlimdir. Okay. Mən biodakı linka klikləyəndə açılır. Və yaxud da Telegramda linklərə klikləyəndə açılır. Və yaxud da mənə DM yaza bilərsiniz. Leydi təliminə qatılmaq istəyirəm. Çox rahat mən sizə link göndərəcəm. Ya da mənə DM nömrənizi ata bilərsiniz. Vapşı rahat. Nömrənizi atan kimi qeydiyyata düşürsünüz. DM nömrənizi atın, WhatsApp nömrənizi avtomatik qeydiyyata düşürsünüz. Ya da gəlin ödənişsiz retritə, retritin daxilindən də keçə bilirsiniz Leydi təliminə. Okay. Qızlar, 50 AZN ödəniş edib bron eləyirsiniz yerinizi, sonra təlim başlayana qədər ödənişi tamamlaya bilərsiniz. Çox rahat. Artıq bron ödənişi elədiyiniz anda donmuş hisslər texnikası və hazırlıq marafonu sizə gəlir. Təlim isə 15 mayda. Təlimin özü 15 mayda başlayır. Ödənişi tamamlamaq üçün vaxtınız var. Bizdə hissəli ödəmə var, kreditlə də ödəmə var. Hətta kartları ilə saytdan. Daxili kredit 15 maya qədər işləyir. Sonrasında istəyirsinizsə bölmək aylara bir kart, albalı kart. Adları nədir bilmirəm onların. Nəysə, onların hamısı ilə saytdan bizdə sistem var. Həmin sistemdən ödəniş eləyib faizləri falan seçə bilərsiniz. Belə də eləyə bilərsiniz. Daha sonra və yaxud da ən rahatı qızlar, ən rahatı. Bizdə qızlar necə eləyir? Gedirlər. Biz qadınıq, düzdür. Ola bilər ki, siz işləmirsiniz. Ola bilər ki, maaşınız azdır. Ola bilər ki, sizə istəyirsiniz bunu, təlimi, istəyirsiniz gəlmək. Burada ən qəşəng nəticələrdən biri ümumiyyətlə təlimə baxmırsınız belə çatda rəfiqələr əldə etməyinizdir. Çünki qızların enerjisi artıq, məsələn, təlim kanalında 5 dənə çox enerjili, çox resurslu və belə istədiyini əldə edən qız varsa, digər 100 nəfər də o 5 nəfərə qatılır, avtomatik enerji qalxır, bir-birlərinə dəstək olurlar. Biz body seçirik, hər kəsə rəfiqə təyin olunur, hətta kuratorumuz tərəfindən. Yəni, burada qaçış yoxdur. Kurator işləyir sizlə, mən oradayam, çatdayam, qızlar oradadır, hamımız bir-birimizə dəstək, belə deyərlər. Çox dəstəkçi, rahat, yormayan bir ortamdır və əyləncəlidir.
Və əgər siz çox istəyirsinizsə bu təlimi, amma büdcəniz çatmırsa, ətrafınızdakı 5 nəfərdən istəyə bilərsiniz hədiyyə kimi. Çox rahat. Gedirsiniz, oturmuşsunuz. Pikə xala məsələn. Pikə xalanın pulu çoxdur deyəsən, çox danışır. Salam Pikə xala. Sən mənə məsləhət verirdin, bilirəm. Deyirdin ki, necə yaşamalıyam. Mən artıq qərar vermişəm Pikə xala ki, mən təlimə qatılım. Artıq mən özlərində işləyim ki, sən bu qədər yorulmayasan mənə məsləhətlər vermək üçün. Mənə dəstək olarsanmı? Olar? Anlar. Ya da partnyorunuza deyə bilərsiniz. Əzizim, həyatım, dünyanın ən güclü, ən yaraşıqlı kişisi. Bu ay səndən hədiyyə istəyirəm. Olarmı? Və çox önəmli bir şey var. Kimdənsə nəsə istəyəndə çox önəmli bir şey var. Çox önəmli detal var. Bunu da deyim, sonra bitirək. Kimdənsə hədiyyə istəyəndə ən önəmli detal burada. Ən önəmli detal. Yox cavabı alsaz üzülməməkdir, sevinməkdir. Bunu bacarsaz siz həyatda artıq kraliçə pozisiyasına keçdiniz deməkdir. Məsələn, gəldiniz partnyorunuzdan hədiyyə istəyirsiniz. O sizə yox deyir. Yox demə sənəti ümumiyyətlə sizə yox deyiləndə üzülməməyi də öyrənməkdir. Bunu da bir yerə yazaq. Baxın. Gəldiniz, bu partnyorunuzdur, düzdür kişi? Gəldiniz, deyirsiniz, mənim evimin dirəyi, mənim yaraşıqlı, nə bilim, güclü partnyorum, Əbülfəzim. Çox istəyərəm, əgər alınırsa bu ay təlimi mənə hədiyyə eləyəsən. O sizə nə deyir? O sizə deyir, yox əzizim, alınmır, istəmirəm, qatılma. Və siz üzülmürsünüz, siz deyirsiniz, yaxşı. Yaxşı, çox sağ ol ki, eşitdin mənim bu istəyimi, elə eşitdiyin üçün, dinlədiyin üçün belə təşəkkür edirəm sənə. Yox demə sənətinin ən önəmli hissəsi budur ki, sizə yox deyiləndə siz üzülməyəsiniz. Okey. Kimsə zəng eləyir. Niçəvo. Baxaq, mən son olaraq hisslərinizi öyrənim, sonra bitirək. Başa düşdünüz nə demək istədiyimi? Yox sənətini ən azından biraz da öyrənə bildikmi biz burada? Çünki şəxsi sərhədlər mövzusunda biz modul 5-də işləyəcəyik Lezi təlimində. Konfliktologiya üsulları, hər konfliktdən, hər bir konfliktdə ümumiyyətlə qazanan tərəf olmağı. Artıq münasibətlərdə özünüzü balaca qız kimi hiss eləməyəcəksiniz. Məsuliyyət formalaşanda, daxili avtoritet figurunuz formalaşanda çöl dünyada kontrolçular lazım olmayacaq. Əgər siz öncədən bilirsinizsə ki, nəsə istəyəndə, kimsə sizə yox deyəndə də sevinə biləcəksiniz və sevinmək olar sizə, ağlamaq yox. Siz rahat istəyəcəksiniz. Çünki avtomatik daxili avtoritet figurunuz bilir ki, yox desələr də mən sevinə bilərəm. Wow, çox sağ ol, mənim istəyimi dinlədin, Pikə xala. Bilirəm ki, səndə alınmır. Biraz da işlə alınacaq. Mənə kömək eləyə bilərsən. Bəlkə biznes qurasan. Okay. Pikə xala şoka düşdü. Aha. Ev yox Pikə xala. Çox sağ ol. Amma deyəsən iş qurmalısan, çünki pulun yoxdur mənə verməyə. Okay. Bir dənə bloger var, bilmirəm izləyirsiniz ya yox. Nə deyir o? Deməli, çox sevirəm. Dəhşət gülməyim gəlir ona baxanda. Belə eləyirəm. Deyir, good morning all the rich people. To all the others, do better. Çox əylənirəm ona baxanda. Pikə adında kimsə varmı? Pikə xala kimdir? Deməli, Pikə xala uşaq vaxtı mən 6 yaşım olanda məktəbin həyətində bizdə saqqız satırdı Pikə xala.
və evdən saqqız almağa qoymurdular. Mamam hirslənirdi, yox deyirdi mənə və mən Pikə xaladan saqqız ala bilmirdim. Və mənim yadımda Pikə xala belə bir obraz kimi qalıb ki, mənim öz yox deyilmə sənətini öyrənmə prosesimin başlanğıcı kimi. Okay. Belə bir Pikə xala var idi. Hələ də xatırlayıram. 6 yaşımda dirol satırdı o. Orbit dirol satırdı. Düz məktəbin qapısının ağzında satırdı. Tərbiyəmizi pozurdu. Deməli, məktəbin həyətində çupa-çup sat, nə bilim, bulka sat. Bu iminlə dirol orbit satırdı. Tərbiyəmizi pozmaq və mamalarla aramızda xislət yaratmaq üçün deməli, qırğın düşürdü. Aha. Məncə bugün sizə faydalı oldu. 19-20 aprel sizi ödənişsiz retritdə gözləyirəm. Hədiyyələrimiz çox olacaq. Praktikalarımız çox olacaq. Daha sonrasında mən sizi gözləyirəm Leydi təlimində. Qızlar, qaçırmayın. Sonra məndən soruşursunuz. Niyə? Day yoxdur. Çünki ildə 2 dəfə olur. Day olmur. Okey, siz sağ olun, nəticələrinizi mənə bildirərsiniz. Bu arada kim Leydi təliminə qatılmaq istəyirsə, deyimə sadəcə nömrənizi yazmağınız kifayətdir. Всё. Yəni, çox rahat nömrənizi yazdınız və qeydiyyata düşdünüz. Əgər məni izləmirsinizsə, yazdığınız mesajlar görsənmir. Bunu da qeyd edim sizə. Follow eləyib sonra yazın ki, yazdığınız mesajlar görsənsin. Çünki belə də mən görmürəm mesajları. Avtomatik Instagram follow eləməyənləri mesajlarını silir avtomatik rejimdə. Belə. Hələlik görüşənə qədər.